Hər birinizi salamlayıram. Mən Sara Müzəffər, kanalıma xoş gəlmisiniz. Bugün qaldığımız yerdən video dərslərimiz davam edir. Azərbaycan tarixində müəyyən bir hissə dərslərimizi yekunlaşdırdıq və həmin o dərslərin paralelində ümumi tarixdən dərslərimiz olacaq. Bugünkü videoda mövzularımız Frank dövləti, Bizans imperiyası və digər mövzuları da qeyd edəcəm hansılardır. Başlayaq birinci Bizans dövlətindən. Təbii ki, videodan istifadə edə bilər abituriyentlər, sertifikasiya və müəyyən işə qəbul imtahanına hazırlaşan şəxslərimiz. Başlayaq Bizansdan. Ümumiyyətlə, Bizans dərsi normal dərsin içərisində çox kiçikdir. Yəni, elə də ciddi bir məlumat yoxdur Justinianın çıxmaq şərti ilə. Amma Bizans dərsi önəmli dərsdir. Çünki Bizans mövzusu fərqli yerlərdə bizim qarşımıza çıxır. İndi mən orada qeyd edəndə sizin üçün ipucuları verəcəm. Siz hansı dövlətlərdə necə qarşınıza çıxır, onları özünüz üçün ya şərhdə yazarsınız, ya da qeyd edərsiniz, yadda saxlayarsınız. Bəzən mən belə eləyəndə deyirlər ki, bəs onu deyirsiniz, onu niyə demirsiniz? Hər şeyi mən eləsəm, bəs siz nə edəcəksiniz? Məsələ çıxır orada. Deməli, Bizans dövləti necə olacaq, yaranacaq? Burada mən 395 görürəm. Nədir 395? Roma imperiyasının parçalanması nəticəsində. Roma imperiyası parçalandı və Bizans dövləti meydana gəldi 4-cü əsrin sonlarında. Bizans yarandı. Bizansın 5-ci əsrində biz mövzunun öz içərisində bir şey görmürük. Amma Bizansın 6-cı əsrində mən burada Justinianın hakimiyyətini qeyd edəcəm. Justinian 527-565-ci illərdə hakimiyyətdə olacaq. Hakimiyyəti dövründə bəzi hadisələr var. Bunlar nələrdən ibarətdir? Adamın iki istəyi olub. Bir istəyib ki, quldarlıq sistemin bərpa etsin, bir də istəyib ki, qədim Roma imperiyasının ərazisini bərpa etsin. Amma heç biri tam olaraq alınmayacaq. Quldarlıq quruluşuna əsasən zərbə vurulacaq Justinianın dövründə. O icazə verir ki, 6-cı əsrdə Slavyanlar gəlsinlər, məskünlaşsınlar ölkədə. Slavyanlar gəlirlər və orada feodalizm yaranmağa başlayır. Yəni, quldarlığa ciddi şəkildə zərbə vurulur, çünki əsasən əkinçiliklə məşğul olurlar. Roma imperiyasında bərpa etmək üçün bəzi işğallar eləyəcək, amma son nəticədə onlar da uğurlu olmayacaq. Hansı işğalları eləyəcək? Məsələn, İtaliyada işğalları olacaq, Ostgotlarla mübarizə aparacaq. Sonra İspaniyada işğalları olacaq, Vestgotlarla mübarizə aparacaq. Şimali Afrikada keçmiş Karfagen koloniyasının yerində Vandal krallığı var idi. Vandallarla mübarizə aparmış olacaq. Biz Justinianın dövründə Bizansın Sasanilərlə mübarizəsini görürük. Hətta Sasanilərlə müqavilədə imzalayırlar 532-ci ildə. Bunlar əsasən xarici məsələlərdir, dövlətdə olan xarici siyasətlər. Daxili siyasətdə isə Justinianın dövründə biz məcəllə görürük. Justinian məcəlləsi. Justinian məcəlləsi qəbul edilir onun dövründə. Mahiyyəti artıq özünüz kitabdan oxuyarsınız. Çünki bəzi şeylər yenə videoların altında qeyd olunur ki, bəs çox şey demirsiniz. Mən hər zaman nəyi vurğulamağa çalışıram sizin üçün? Sizlərə önəmli olan nədirsə, nədən sual düşəcəksə, hətta bəzən elə olur ki, geniş danışıram və mən bilirəm ki, o danışdığımdan belə sual düşməyəcək. Yəni, nəyi danışıramsa oradan sual düşəcək. Danışmadığım şeyləri siz özünüz ətraflı məlumat əldə edilmək istəyirsinizsə, gedin dərsliklərdən istifadə edin və oxuyun. Yəni, burada mən bir problem qoymuram sizin qarşınıza. Justinian məcəlləsi qəbul edilir. Müqəddəs Sofiya kilsəsi inşa edilir. Müqəddəs Sofiya kilsəsi. Kimin dövründədir? Justinianın dövründədir. Bunlar hər biri baş verib 6-cı əsrdə. Deyildi axı, tək problemimiz əsasən Justiniandır, çünki əsas hadisələr onun dövründə çoxluq təşkil edir. Bəs sonra nə baş verir? Sonra nə görürük biz Bizansda? Justinian hakimiyyətdən getdik. Justinian hakimiyyətdən getdikdən sonra bizim eranın 7-ci əsrində Bizans ərəblərlə mübarizə aparır. Və bu mübarizə nəticəsində ərəblər, özdə ərəblərdə həmin dövrdə Rəşidi xəlifələrdir. Biz bunu xəlifələrin dövründə keçəndə demişdik. Rəşidi xəlifələrdir. Bizansın əlindən Misir, Suriya və Fələstin torpaqlarını alacaqlar. 7-ci əsrdə xəlifələr Bizansın əlindən. Amma sonra nə baş verəcək? Elə ki, ərəb xilafəti zəifləyəcək, xilafət 9-cu əsrdə parçalanacaq. Bu parçalanmadan istifadə edən Bizans dövləti 10-cu əsrdə
Yuxarı Mesopotamiyadır, Suriyanın bir hissəsidir, Kiprdir. Bunları geri qaytaracaq. Niyə geri qaytara bildi? Çünki artıq ərəblər zəifləyiblər. 9-cu əsrdə parçalanıblar. Bizans da bundan istifadə elədi və öz ərazilərini geri qaytardı. Sonra nə görürəm? Sonra mən 1071-ci ildə Malazgirt söhbətini görürəm. Malazgirt döyüşündə mübarizə apardılar Səlcuqlarla. Hətta Səlcuqlara məğlub oldular, müqavilə imzaladılar və xərac ödəməyi də öz öhdələrinə götürmüş oldular. Səlcuq mövzusunda biz bu söhbəti də görmüşük. Sonra nə görəcəyik? Sırf hələ ki dərsin içindən gəlirəm, kənara çıxmıram. 1071-ci il Malazgirt, sonra 13-cü əsrdə qeyd olunur ki, Bizansa səlibçilər gəlirlər. Ondan da danışacağıq. Ən son 1453-cü ildə Osmanlı Sultanı II Mehmet gələcək və Bizans imperiyasının varlığına son qoyacaq. Konstantinopolu tutacaq və Bizansı birləşdirəcək öz ölkəsinə. İndi Bizansa nə deyirdilər? Həmin dövrdə, orta əsrlərdə Bizansa deyirlər şəhərlər ölkəsi. Çünki şəhərləri çox olub. Bizansın paytaxtı da Konstantinopoldur. Konstantinopola da deyirlər Qızıl Körpü. Bu heç. Bunu da qoyduq yaddaşımıza. Normal olaraq mən nə deyirəm? Deyirəm ki, qısa dərsdir. Amma indi görün biz bir dənə Bizansın içərisindən nə qədər hadisə çıxardacağıq sizin üçün. Qeyd elədiniz bunları özləriniz üçün ki, Bizansda nələr baş verir. İndi mən bunu siləcəm və görün nə qeyd edəcəm. Bunu qeyd elədiniz deyə düşünürəm və mən bunu silirəm. Gəlirik Bizansın silək. Nəsə geçsinir. Bizans 4-cü əsrdə yaranıb da, düzdür? 4-cü əsr. Yadımıza salırıq 4-cü əsrdə hansı dövlətlər yaranıb? Bax, bir oxşarlıq odur. Ondan sonra gəlirik 5-ci əsrə. Yadımıza salırıq 5-ci əsrdə Bizans hansı dövlətlə müqavilə imzalayıb? Hətta hansı dövlətlə mübarizə aparıb da deyə bilərik. 5-ci əsr. Mən deməyəcəm, özünüz yadınıza salırsınız. Sonra gəlirik 6-cı əsrə. 6-cı əsr bugünkü dərsinizdə biri Sasanilər idi, gördüm. Amma mən istədiyim sizdən Sasanilər deyil, Oskotlar deyil, Vestgot deyil, Vandal krallığı deyil. 6-cı əsrdə Bizansı biz yenə də bir türk dövlətində görürük. Bax, odur. Sonra 7-ci əsr, mən burada ərəbləri dedim ki, ərəblərlə mübarizə aparıblar. Amma 7-ci əsrdə Bizansa aid 2 dənə də hadisə var. Hətta ilin yazıb sizə köməkliyi də eləyəcəm. 629-654 yenə Bizansdır. Sonra 8-ci əsr gələcəm Bizansına. Bizansın 8-ci əsrində normalda biz Bizansın özündə bir şey görmürük. Amma 8 və yaxud 9-cu əsr bir yerdə deyə bilərəm, çünki tam ili bizə vermir. Frank dərsində nə deyəcək ki, Frank imperatoru və yaxud Frank hökümdarı Karl onlarla diplomatik əlaqə saxladı. Bax, burada. Sonra 10-cu əsrinə aid bir şey zaten demişik. Əlavə olaraq 9-cu əsrində bu əsasən MİQ və sertifikasiya müəllimləri üçün lazımdır. Çünki biraz xırda məsələdir. Sınaqlarda qarşımıza çıxa bilər. O məsələ də nədir? 9-cu əsrdə Bizans yenə ərəblərlə mübarizə aparıb. Görürsünüz, dedim deməyəcəm, amma deyirəm. Bundan sonra deməyəcəm. Yenə ərəblərlə mübarizə aparıb, müharibə aparıb. Hardan görürük? Xürrəmi dərsi keçirir. Deyir ki, xilafət Bizansla olan bir müharibəni dayandırır. Həmədan döyüşü 833. Deməli 9-cu əsrdə müharibə aparıblar da, məsələ ondan ibarətdir. Sonra 10-cu əsrdə, yəni ki, elə bir hadisə yoxdur Bizans üçün başqa yerlərdə, ona görə onu demirəm. 11-ci əsrdə bir hadisəmizi bayaq dedik, Səlcuqlar idi. Amma yadda saxlamaq lazımdır və yaxud yada salmaq lazımdır ki, Səlcuqlar Bizansla mübarizə aparmaq üçün Azərbaycanda hansı dövlətlə müqavilə imzalamışdılar, hansı dövlətlə birlikdə hərəkət edəcəklər. Bu bizim üçün artıq önəmlidir. Sonra səlib yürüşləri mövzusunun içərisində biz görürük ki, 1091-ci ildə Bizansa kimlərsə yürüş edir. İndi səlib yürüşlərini izah edəcəm, orada o məsələni görəcəyik. 12-ci əsrdə Bizans yenə erməni, gürcü feodalları, 4-cü David məsələsi, nə bilim, Qıpçaqlar oradadılar. 13-cü əsr məsələsi yenə 4-cü səlib yürüşü. 4-cü
səlib yürüşündə nə baş verəcək? İndi o səlibçilərin içərisində geniş şəkildə qeyd ediləcək. Ən sonunda gəlib çıxırıq 1453 Osmanlıya, amma Osmanlıda da 2-ci Mehmeddən əvvəl axı yenə Bizansla mübarizə aparanlar var idi. Kim idi? Osman Qazi var idi, Orxan Qazi var idi. Bunlar da mübarizə aparırlar. Hətta İldırım Bəyazıt Konstantinopol tutmaq üçün qalalar belə tikdirirdi. Görürsünüz, bir prosesin içərisində balaca bir dərsdir. Amma fərqli-fərqli nə qədər dövlətlə bizə oxşarlıq qarşımıza çıxa bilər. Ona görə hər bir mövzunu oxuyanda mövzuya geniş yanaşmaq lazımdır, ətraflı yanaşmaq lazımdır. Məsələn, mən Bizans oxuyuram, yadıma salmalıyam, Bizansı başqa harda görmüşəm. Bax, zəncir söküyü kimi açılıb gedir. Ya belə öyrənəcəksinizsə yadda qalacaq. Yadda qalacaq. Bu Bizans. Bizansı qoyduq kənara. Gəldik Franklara. Sadə dövlətdir, asan dövlətdir. Ona görə elə də məncə bizə bir ciddi çətinlik yaratmayacaq. Bizans və Franklar. Bizans maksimum başqa dövlətlərlə əlaqələri tapmaq ya da salmaq biraz çətinlik yarada bilər. Ondakı bir hissəsini mən dedim, bir iki məsələ qaldı, onu da siz eləyəcəksiniz. Baxın, görün, fokusumuz necədir? Etməyib. Gedir, gəlir özü üçün. Yaxşı, Frank dövləti. Deməli, Franklar kimlərdirlər? Baxın, siz Frank mövzusunu oxuyanda da fərqi yoxdur hardan oxuyursunuz. Bizim konspektdə düzdür, o qədər geniş verilməyib. Amma fərqi yoxdur hardan oxuyursunuz. O oxuyacağınız yerlərdə görəcəksiniz ki, German tayfaları haqqında bayağı bir məlumat verir. 1-ci əsrdən başlayırlar. Bunların həyat tərzi necə idi, bunların adəti ənənələri necə idi, bunlar nə bilim, gəldilər Roma ilə mübarizə apardılar. 1-ci əsrdə harda yaşamışlar, 4-cü əsrdə harda yaşamışlar. Oxuyun belə şeyləri. Mən demirəm oxumayın. Yəni oxumaq istəyən təbii ki özü üçün oxuya bilər. Yəni və siz bu məlumatları görə bilərsiniz işləyəcəyiniz hər hansısa bir vəsait testində, yəni mövzu sınaqlarının, mövzu testlərinin içərisində. Amma imtahan sistemində siz belə tipli suallar görməyəcəksiniz. Konkret məsələlər görəcəksiniz və mən də həmin o konkret məsələlərdən danışıram. Frank dövləti necə olacaq, yaranacaq? Frank dövlətinin yaranması üçün biz Qərbi Roma imperiyasının süqutunu bilməliyik. Qərbi Roma imperiyası 476-cı ildə süqut edir. 476-cı ildə Qərbi Roma imperiyasına son qoymuşdu Germanlar. Və orada deyir ki, həmin o əraziləri Qaliya və yaxud digər əraziləri Qərbi Romaya daxil olan Roma imperatoru olmasa da deyir, canişindir, Roma canişindir və özünə deyir, imperator deyir, belə idarə eləyir və gəldilər Romaya son qoydular, 476 o əraziləri idarə edirlər və ortalığa çıxır Franklar. Franklar 5-ci əsrin sonlarında 486-cı ildən biraz əvvəl Qalliyanın bir hissəsini tutacaqlar. 486-cı ildə Suasson döyüşü olacaq. Burada keçmiş Qərbi Roma imperiyasının canişinini məğlub edəcəklər. Suasson döyüşündə qalib gələcəklər və Suasson döyüşündən sonra 5-ci əsrin sonlarında Frank dövləti yaranacaq. Bu hadisələri də eləyən kim idi? Hlodvig idi. Hlodvig gəldi, 5-ci əsrin sonlarında Frank dövlətini yaratdı. Dövləti yaratdıqdan sonra 6-cı əsrdə qanunlarını da qəbul edirlər. Frankların ilk qanunları kimin dövründədir? Hlodvigin. Neçənci əsrdə? 6-cı əsrdə. Bir də Hlodvig yerli əhali ilə belə yaxşılaşmaq üçün, özünü yaxınlaşdırmaq üçün xristiyanlığı qəbul edir. Xristiyanlığı da qəbul edəcək. Xristiyanlığı qəbul etdi. Hlodvigin dövrü bu qədər. Bir də onun dövründə dövlət məsələn vilayətlərə bölünüb, bunu deyə bilərik. Vilayətləri də qraflar idarə edirlər, maksimum bunu deyə bilərik onun da yanına. Hlodvig. Hlodvigdən sonra biz yavaş-yavaş gəlirik. 7-ci əsrdə bir şey deməyəcəyik, 8-ci əsrin birinci yarısına. 8-ci əsrin birinci yarısında Frank dövlətində biz 732-ci il hadisəsini görürük. 732-ci il məşhur döyüşdür, Poitiers döyüşü, Ərəb xilafətində keçmişik. Bir tərəfdə Ərəb xilafətidir, Əməvilər, digər tərəfdə isə Frank dövlətidir. Franklar qalib gəlmişdi, Ərəblər məğlub olmuşdu. Frank ordusuna da Karl Martel rəhbərlik edirdi. Amma sərkərdədir, hökmdar deyil. Yəni, hökmdar Frank dövlətinin hökmdarı deyil. Sərkərdədir, Frank dövləti bu döyüşdə qalib gəlir, ərəblər məğlub olurlar. Poitiers ərazisi də indiki Fransa dövlətinin ərazisindədir.
Ondan sonra Karl Martel bu ərəblərin biraz ordusuna, çelik süvarilərinə baxır və bir ordu dəyişikliyi həyata keçirir. Ordu islahatı var bunun dövründə. Frank ordusunu yenidən quracaq. Kim? Karl Martel. Və Poitiers döyüşü ərəblərin Qərbi Avropada irəliləməsinin qarşısını alan döyüş hesab edilir. 732. Ondan sonra biz gələcək danışacağıq Frank dövlətində Böyük Karlın fəaliyyətindən. Görək Böyük Karl nə iş görəcək? Böyük Karl 768-814-cü illərdə hakimiyyətdə olacaq. Onun dövründə əsas hadisələr Saks tayfaları ilə aparılan mübarizədir. 30 ildən artıq sakslarla mübarizə aparır və onlara torpaq verməklə öz tərəfinə çəkir. Sonra Avar xaqanlığı ilə mübarizə aparır. Deyir, qanlı şiddətli mübarizə. Sonra İspaniyada ərəblərlə mübarizə aparır, hətta İspaniyanın şimalında kiçik bir ərazidə tutub. Daha sonra İtaliyanın şimalında kiçik bir ərazi tutub. Niyə? Çünki ora German Oskot tayfaları yürüş eləmişdilər və Papanı təhdid edirdilər. Bu da gedir Papanı bir növ müdafiə etmək üçün İtaliyanın şimalına o tayfaları məğlub edir. İtaliyanın şimalına kiçik bir ərazi tutur və minnətdarlıq rəmzi olaraq 800-cü ildə Papa Karlın başına tac qoyur. Ondan sonra da Avropa pis günə qalacaq. Tac qoyur və deyir ki, sən artıq imperatorsan və bu sənə Tanrı tərəfindən göndərildi. İşə bax. Tanrı tərəfindən göndərildi və Böyük Karl olur imperator, Frank dövləti də olur imperiya və testlərdə bizi ən çox çaşdıracaqları məqam yazacaq. Frank imperiyasına aiddir və yaxud aid deyil. Dedikdə 800 və 843-cü illər aralığını götürməliyik. İmperiya varsa mütləq şəkildə. Necə ki, Roma dövlətində buna riayət edirdisə, Franklarda da eyni şəkildə olmalıdır. Və 843-cü ildə nə olub? 843-cü ildə olan hadisə bundan ibarətdir ki, Karl ölür 814-də. Karl öləndən sonra dövlətdə ümumi qarışıqlıqlar baş verir. Oğlanları istədiyi kimi idarə edə bilmir və nəvələrinin dövründə artıq bunlar razılaşırlar ki, öz aralarında böyüsünlər dövləti. 843-cü ildə Verdun şəhərində müqavilə imzalanacaq. Verdun müqaviləsinə əsasən Frank dövləti 3 hissəyə bölünəcək Böyük Karlın nəvələri arasında. Bu hissələrimizdə Fransa krallığı, İtaliya krallığı və Almaniya krallığı olaraq bizim qarşımıza çıxacaq. Frank dövlətinin parçalanması nəticəsində olan hadisələrimizdən. Böyük Karl 843-ü gördüm, qeyd elədim, imperator olacaq. Bir də Böyük Karlın dövründə tutulan ərazilərdə xristiyanlıq yayılacaq. 800-cü ildə imperator olması, Frank dövlətinin ərazisini genişləndirilməsi qədim Roma imperiyasından sonra Qərbi Avropanın birləşdirilməsinin yeni mərhələsidir. Yəni, Romadan sonra ilk dəfə artıq Franklar, Böyük Karl Qərbi Avropanın böyük bir hissəsini birləşdirmiş olacaq. Hakimiyyəti dövründə Ərəb xilafəti, yəni Abbasilər və Bizans imperiyası ilə də diplomatik əlaqələr saxlayacaq. Böyük Karlın dövründədir. Təbii ki, nə baş verəcək? Baş verən odur ki, imperiya parçalandı. İmperiya parçalandı 843-cü ildə, 9-cu əsr. Yəni, Avropada fərqli müstəqil feodal dövlətlər meydana gəldilər. Bu deməkdir ki, Avropada feodal dağınıqlığı baş verdi. Feodal dağınıqlığı isə feodalizmin tam olaraq formalaşması deməkdir. Yəni, 9-cu əsrdə dağınıqlığın başlaması artıq feodalizmin təşəkkül prosesinin başa çatmasını gətirib çıxardır. 843-də yaranan Fransada 10-cu əsrin sonlarında yeni sülalə gəlir hakimiyyətə, Kapetinglər sülaləsi. Amma dağınıqlıq Fransada özünü hədsiz çox göstərir. Niyə? Çünki ölkə dağınıq vəziyyətdədir. Kral yalnız Paris və Orlean şəhərləri arasındakı mülklərə sözünü keçirdə bilir. Digər ərazilər onun sərəncamında deyil. İtaliya yenə dağınıqdır, fərqli şəhər respublikalardan ibarətdir. Venesiyadır, Genuyadır, Florensiyadır, Pissadır və bunlar özləri özü idarə etmə hüququ alıblar, getdi. Almaniyada vəziyyət necədir? Almaniyada vəziyyət digərlərinə nisbətən yaxşıdır. Çünki Almanlar ən azından bir birləşə biliblər. 843-dən sonra bir birləşə bilirlər. Hətta Alman kralı 962-ci ildə 1-ci Otto gedir Romaya və orada
İtalyanın şimalında yenə bir ərazini tutur, Böyük Karl kimi. Və bu tutulmaqdan sonra Papa həmin dövrdə 1-ci Ottonu da tacla mükafatlandırır və 962-ci ildə Almaniya dövləti və Şimali İtaliyanın bir ərazisinin birləşməsi hesabına müqəddəs Roma imperiyası meydana gəlir. Yəni biz bu dövlətə həm də uzun bir müddət 19-cu əsrə qədər müqəddəs Roma imperiyası da demiş olacağıq. Bu belə. Biri 9-11-ci əsrdə Avropada Vikinglər var, Vikinglər dövrü də adlandırılır. Bunlar əsasən, yəni ki, necə deyim, döyüşkən tayfalardılar. Əkinçilik, maldarlıq bunlara o qədər də yad olan bir anlayışdır. Hətta səfərlər təşkil edirlər, daim bir yerdə qalmırlar, fərqli yerlərə. Hətta qeyd edilir ki, 1000-ci ildə gedib Amerikaya belə çıxa bilirlər. Lakin sonradan 10-cu əsrin sonları, 11-ci əsrdən etibarən yavaş-yavaş oturaq həyata keçirirlər. Ona görə də qaynayıb qarışırlar və assimiliyasiya baş vermiş olur. Bu oldu bizim Frank dövləti və Bizans imperiyamız. İndi danışacağıq səlib yürüşlərindən. Səlib yürüşləri. Əsas məsələ niyə baş verdi? Baxın, əsas məsələ budur. Yəni, tarix səbəb-nəticə əlaqələridir. Hər hadisə bir hadisənin səbəbini bilmədən gedib onun nəticələrinə və yaxud gedişatına çata bilmərik. Ümumiyyətlə, nə deməkdir səlib və yaxud biz buna deyirik xaç yürüşləri? Bu, Avropalıların şərqə, müsəlmanların üzərinə təşkil etdikləri dağıdıcı yürüşlərdir. Niyə baş verdi? Niyə? Birdən-birə Avropalılar durub gedirlər ki, mən gedirəm şərqə, müsəlmanların üzərinə. Səbəb nədir? Səbəb ondan ibarətdir ki, 11-ci əsr Avropasında qarışıqlıq var. Bu qarışıqlıqların da əsas məsələlərindən biri quraqlıqdır. Quraqlıq həmin o qarışıqlığa birbaşa səbəb olur. Niyə? Quraqlıq, iqtisadiyyat çöküb, sən normal yemək əldə edə bilmirsən, beynin çönür. Beynin çönəndə kəndli də özündən çıxır, fədal da özündən çıxır, aləm deyil bir-birinə. Necə sakitləşdirək? Fikirləşib yolunu tapıblar. Kim fikirləşir? Kilsə, xristiyan kilsəsi. Yazırıq bura, kilsə. Ümumiyyətlə, kilsə ətrafında hər şey uçur 11-ci əsrdə. Amma kilsədə vəziyyət yaxşıdır. Niyə? Çünki kilsə ciddi şəkildə özünə maddi güc yığa bilir. İndulgensiya satır, onda bir vergisi alır, xaç suyuna salır, müxtəlif dini mərasimlər. Bunların hər birindən vergi alır. Və bunların hər birindən pul alır, öz gücünü, öz pulunu yaxşılaşdırır. Bəs əhaliyə bundan verirmi? Təbii ki, vermir. Belə olanda da əhali narazılıq törədir. Amma kilsənin öz içərisində də qarışıqlığı var. Nədir kilsənin öz içərisində qarışıq? Burada qarışıqlıq əsas məsələ idarə etməklə bağlıdır. Çünki Roma imperiyası parçalandı şərqdən qərbə. Əsas kilsə rəhbəri qərbdə, Romada qalırdı, Papa. Amma şərq Bizans, çünki qərbi Roma imperiyası daha tez süqut edir, amma şərqi Roma qalır. Belə olanda artıq Bizans onlardan ayrılır və Bizansda da kilsə başçısı patriarx olur. Və bir tərəfdə Papa var, bir tərəfdə patriarx var. Əslində eyni şeyi icra edirlər. Amma iki nəfərdir deyə bunlar arasında mübarizə gedir ki, birinci kim olacaq? Əsas kimdir? Kilsə gəlirlərini kim bölüşdürəcək? Heç nə. Bunun nəticəsində kilsə 1054-cü ildə iki yerə parçalanır, xristiyan kilsəsi. Bir olur katolik, yəni qərb kilsəsi, bir də olur pravoslav, yəni şərq kilsəsi. Buna rəhbərlik edir katolikə Papa, pravoslava da rəhbərlik edir patriarx. Ümumiyyətlə, 11-ci əsrdə bayaq Frank dövlətini danışanda orada o tacı çəkdim və Böyük Karl üçün bunu qeyd elədi. Bax, o hadisə Roma papalarının idarə etməyə nüfuz etdikləri günün başlanması deməkdir. Çünki onlar başlayırlar artıq hökümdarın sözlərinə diktə eləməyə. Deyirlər ki, əslində teokratiya, baxın, teokratiya, teokratik tarix anlayışı. Nədir bu? Deyir ki, əslində hakimiyyət Allah tərəfindən göndərilir hökümdarlara və Allahın yer üzərindəki nümayəndələri də həmin bu din xadimləridir. Yəni, Papanın gətirib o Böyük Karlın başına tacı qoyması çox simvolik xarakter daşıyır. Yəni, mən onu Tanrıdan aldım və sənə verirəm. Bu demək ki, sən mənim ixtiyarımdan çıxa bilmərsən.
Güclüdür, əlində ciddi şəkildə torpaq ehtiyatı var. Vahid qalan 11-ci əsrdə dağınıqlığın içərisində vahid qalan yeganə qurumdur. Hətta papaların özlərinin İtaliyada bir Papa vilayəti adlı əraziləri var. Yaşayırlar, çox gözəl. Amma ətrafında vəziyyət qarışır, baxın. Vəziyyət qarışır və bu qarışıqlığı biz necə yönləndirək, hara yönləndirək? Fürsət düşür əllərinə nə zaman? 1071-ci il söhbətindən. Nədir 1071-də? Səlcuqlar Bizansla mübarizəyə başlayırlar. Bizans oradan tez zəng edir Roma papasına ki, kömək elə mənə Səlcuqlara qarşı. Papa fikirləşir ki, yaxşı. Sonra 1091-ci ildə Peçeneglər Bizansa yürüş edirlər. Yenə Bizans zəng edir papaya ki, kömək elə mənə. Papa deyir ki, bu nəsə bir işarətdir. İkinci dəfə olubsa bir işarətdir. Bunu dəyərləndirmək lazımdır. Necə dəyərləndirim? Kömək eləyək. Amma hansı adla kömək eləyək? Həm öz işimizi də yerinə yetirək. Deyir, əla, tapdım. Müsəlmanların üzərinə gedirik. Niyə? Çünki deyir, bizim İsa Peyğəmbərin qəbri Qüds şəhərindədir. Qüds də müsəlmanların əlindədir. Gedək Qüdsü müsəlmanlardan alaq. Avropada hamıda deyir ki, nə gözəl gedək alaq. Qüdsdə nə bilim deyir, ağacların altından ballar axır, nə axır, zənginliklər oradadır. Amma deyir, bizim zənginliklərimiz müsəlmanların tapdaqları altında pis günə qalıb. Əhalinin də beyni çönür, deyir, düz deyir. Bu söhbət nə vaxt olur? 1095-ci ildə Papa II Urban Klermon məclisində yığıncağında deyir ki, bəs belə-belə biz bu şeylərə azad eləməliyik. Əhali də həmən dəqiqə paltarını çıxardır, nə bilim, üstünə xaç zad yapışdırır ki, gedirəm. Bununla da bizim sənət yürüşlərimiz başlayır. Təbii ki, yürüşdə iştirak edən şəxslərin hər birinin özlərinin maraqları var. Papanın marağı normalda nədir? Şərq ölkələri xristiyanlaşdırmaq, öz gücünü nümayiş etdirmək. Kəndli yazıq nə istəyir? Ağasından yaxasını qurtarmaq və normal bir həyat qurmaq. Feodal nə istəyir? Daha çox torpaq, daha çox kəndli əldə eləmək və heç kimin burada istəyi üst-üstə düşmür. Başlayırlar bunlar. 4 dənə keçəcəyimiz səlib yürüyüşü var. 1096-1099. Birinci səlib yürüyüşü. Birinci səlib yürüyüşünə ilk olaraq Pyotr adlı keşişin rəhbərliyi ilə kəndlilər gedirlər. Pyotr, kəndlilər. Yığı baxar, kəndliləri göndərdilər qabağa. Bizans da bunlara deyib ki, gəlin eyb yox, mən sizə kömək eləyərəm. Nəysə, yığışıb gediblər kəndilər. Bizans baxır, oradakı Bizans imperatoru, ay Allah, bu gələnlər kimlərdir, belə vəhşilər, yəni bunlardan mənə heç bir xeyir olmayacaq. Nə gündədlər, silahı falan yoxdur, hələ səndən bir yapatka, yaba alıb ki, gedirəm yürüşə. Nəysə, kəndliləri göndərirlər Səlcuqların üstünə. Səlcuqlar birinci yürüşdə kəndliləri ilk olaraq məğlub elədilər. Kəndlilər sıradan çıxdı. Kəndlilər sıradan çıxandan sonra artıq hersoqlar və qrafların rəhbərliyi ilə gəlir cəngavərlər. Bəli, gəldilər cəngavərlər. Artıq cəngavərlər gələndə Bizans deyir ki, yadınıza salın, mən sizə demişdim ki, kömək eləyəcəm ərzaq və yaxud digər ehtiyaclarınızı bir şərtlə ki, tutduğunuz ərazidəki yerlərin idarəçiliyini mənə verəcəksiniz. Belə bir şərti var. Müqabillərində belə bir şərti var. Gəldilər, əsas məqsədləri Qüds idimi? Bəli, Səlcuqları məğlub elədi cəngavərlər və Qüds tutuldu. Qüds tutuldu. 1099-cu ildə Qüds tutulandan sonra Aralıq dənizinin şərq hissəsində yeni səlibçi dövlətlər yarandı. Qüds, Antioxiya, Tripoli və Edessa. Bu əraziləri Səlcuqlardan aldılar. Deməli, birinci səlib yürüyüşünün nəticəsi uğurlu oldu. Gördülər ki, birinci uğurludur, düşünürlər ki, digərləri də ola bilər, amma ikinci səlib yürüyüşü necə baş verəcək? 1147-1149 ən asan döyüşlərdən biridir. Niyə? Çünki burada səbəb nədir? Səbəb odur ki, Mosul əmiri gəlib həmin bu Edessanı tutur. Edessanı alır səlibçilərdən. Edessanı tutdu. Və səlib yürüyüşü ona görə baş verdi. Səlibçilər gedib Mosul əmrindən Edessanı alacaqlar. Amma nəticə nə oldu? Uğursuz. Niyə uğursuz oldu? Bir, səlibçilərin özləri arasındakı, nə deyirdim, narazılıq deməkdir, özləri arasındakı fikir ayrılığı, ziddiyyət, bu sözü axtarırdım. İkinci səbəb, Bizans kömək etmir. Bizans deyir,
Bilin nə işiniz var, özünüz görərsiniz. Çünki tutduqları ərazidən Bizansa pay vermirlər. Üçüncüsüdəki Səlcuqlar. Buna görə səlib yürüşü, ikinci səlib yürüşü uğursuzluqla nəticələnəcək. İkincidən sonra biz üçüncü səlib yürüşünü keçəcəyik. Nə zaman baş verəcək üçüncü səlib yürüşü? 1189-cu ildə. Amma o yürüşün baş verməsini doğuran səbəb 1187-ci ildə Təbəriyyə döyüşüdür. 1187 Təbəriyyə döyüşündə Misir hakimi Səlahəddin Əyyubi səlibçilərin məğlub edəcək və Qüdsü azad edəcək. 1187 Təbəriyyə döyüşündə Qüdsü Səlahəddin Əyyubi Misir hakimi səlibçilərin əlindən alır. Bundan sonra səlibçilər deyir ki, necə yəni, vay namus getdi, vay qeyrət getdi, o video var ya, oradan yadıma düşdü. Qüds getdi, gedirik Qüdsü yenidən geri qaytarmağa. İl olur 1189, səlib yürüşü başlayır, 1192-yə qədər 3-cü səlib yürüşü. Baxın, hər zaman öz şagirdlərimə də deyirəm ki, fikir verin. Biz burada Təbəriyyədə nə görürük? Bir hökümdar, Qüdsü geri alan Misir hökümdarı Səlahəddin Əyyubi və hökümdara qarşı hökümdarlar gələcəklər deyə 3-cü səlib yürüşünə kimlər rəhbərlik edirlər? Krallar. Hansı ölkələrin krallarıdır bunlar? İngiltərə, Fransa və müqəddəs Roma imperiyası krallarıdır. İngilislərlə fransızlar deyir ki, su yolu ilə gedirik biz. Müqəddəs Roma imperatoru Frederick Barbarossa deyir ki, yox, mən quru yolla gedirlər. O da dedi ki, nə halim varsa gör yəni. Nəysə, Frederick Barbarossa gəlir Anadoluya, Konyanı tutur, amma Konyadan keçəndə orada Göysü çayında çimdiyi yerdə boğulur, ölür. Əcəli burada gətirmiş. Görürsünüz, o yol apardı, onu çıxartdı. Normalda bəlkə dəniz yolu ilə getsəydi belə hadisə olmazdı. Bəlkə də olardı. Nəticə uğursuz. Sonra bunlar əsəbləşirlər. Deyirlər, yox, biz dəniz yolu ilə gedib çıxacağıq o Misirin üzərindən, Misirdən bunun qisasını alacağıq. Üçüncüdə məğlub olublar axı. Hətta Papa yeni vergi belə təyin edir bu yürüşə çıxmaq üçün. 4-cü yürüş. Söhbət 4-cü yürüşdən gedir. Buradan yazacağım bu hadisəni. Bunlar yaxşı hazırlıq görüblər. Papa yeni vergi də təyin eləyib, dəniz yolu ilə gedəcəklər. İş burasıdır ki, gəmiləri yoxdur dəniz yolu ilə getməyə. Kim versin bizə gəmi, kim kömək eləsin? Venesiya deyir ki, salam, mən eləyərəm, mənim gəmim var. Onlar deyir ki, aynı yaxşı, ver gedək. Venesiya deyir ki, çox gözəl, amma bir şərtim var. Mən hara deyirəmsə, ora gedirik. Papa da deyir ki, hələ sən deyə görün biz hara gedirik? Venesiya deyir ki, Bizansa. Papa deyir ki, bəs mənlə bunu gözləmirdim. Babanın illərdir ürəyində qalan arzusu gerçəkləşir. Niyə? Venesiyanın Bizansın üzərinə getməkdə məqsədi odur ki, Bizans onun ticarətdə rəqibidir. Papanın bununla razılaşmaqda məqsədi odur ki, axı xristiyan dünyasının tək ağası olmaq istəyir. Halbuki səlib yürüşlərinə biz baxanda nə deməkdir? Müsəlmanlara qarşı, xristiyanların müsəlmanlara xaç. Amma bunlar artıq 4-də bir xristiyan dövləti üzərinə gedəcəklər. 4-cü xaçlı yürüşü. 1202-1204-cü illər. İstiqamət Bizans. Nəticə 1204-cü ildə Bizansı tutacaqlar. Bizansın yerindən Latın imperiyası yaranacaq. Ta ki 1261-ci ilə qədər onların Bizansdan qovulmasına qədər. 1261-dən sonra Bizans təzədən öz müstəqilliyini bərpa edəcək. Hətta bu 4-cü xaç yürüşündə müqəddəs Sofiya kilsəsində qarət edib dağıdacaqlar. Niyə 1261-də bunların artıq şərqə maraqları itir? Çünki Monqollar gəlmişdilər, artıq Monqollarla ayaqlaşa bilmirlər. Və ümumi ona görədir ki, 13-cü əsrin sonlarında səlib yürüşləri bitəcək. Səlib yürüşləri bitir, amma səlib yürüşlərinin nəticələri olur. İndi səlib yürüşlərinin nəticələri, bir də Avropada müsəlmanlara qarşı səlib yürüşü deyəcəyik və mövzumuz yekunlaşacaq. Avropada müsəlmanlara yox, Yahudilərə qarşı da mübarizə aparıblar. Ondan danışacaq. Məsələn, bugün lövhəmizdən xoşum gəlmədir. Nəticə. Nəticə nədir? Avropa üçün və Şərq üçün. Bax, qısa şəkildə belə bir şey yazacağım. Nəticə. Bura yazaram nəticə. Bura yazaram Avropa
Bayaq öz uşaqlarıma da bir eləmişəm. Burada yazıram şərq. Avropanın yanına yazıram biraz belə gülən üz. Şərqin yanına yazıram püs. Amma Avropada papanın yanına yazıram pis. Yəni, ümumi bu prosesə baxandan sonra biz artıq yadımızda saxlamalıyıq. Nəticə, Avropa üçün nədir? Mədəniyyətlə tanış olurlar, şərqdən mədəniyyət alırlar. Havamda çinmək, güzgüdən istifadə, yemək yeyərkən qaşıqdan istifadə, nə bilim, yer dəyirmanları. Bunlar hər biri səlib yürüşlərində Avropalıların kağızla tanış olacaqlar, barıtla tanış olacaqlar, kompasla tanış olacaqlar və həmin o tanış olduqları şeylər, barıt, odlu silahı meydana çıxardacaq. Məsələn, Çinlilər barıtdan istifadə edirlər, amma heç ağlarına gəlmir ki, buradan odlu silah düzəldək. Bayramlarda falan istifadə edirlər. Məsələn, kompasları var. Avropalılar səlib yürüşlərində kompasla tanış olub coğrafi kəşflərə çıxacaqlar. Əsas məsələ, ticarət üstünlüyü Aralıq dənizində Bizansın əlindən keçəcək Şimali İtaliya şəhərlərinə, Venesiya və Geniya şəhərlərinə. Papanın yanına niyə minus qoyuruq? Çünki Papanın nüfuzu aşağı düşəcək. Papa nə deyirdi? Deyir ki, gedin Qüdsdə ağaclar ətəyindən ballar axır. Gəlib görürsən ki, elə bir şey yoxdur, deyirsən, məni aldatmısan. Papanın nüfuzu düşür aşağı. Çünki səlibçilər 8 dənə səlib yürüyüşü var. Heç birində gedib öz normal istəklərinə çatmayıblar. Şərq üçün mənfi. Dağıntı, qarət, talan, mənfi. Yaxşı nə var? Heç bir şey yoxdur. Dağıntıya məruz qalıb ancaq. O belə. Ondan sonra da yazırıq burada nə? Avropada ərəblərə, müsəlmanlara qarşı, müsəlmanların Avropadan qovulma prosesi, rekonkista, müsəlman və yahudiləri də deyək, qovaq. Rekonkista harda olacaq? Deyəndə siz bilməlisiniz ki, müsəlmanlar Avropada hardaydılar? Pireney yarımadasında. Çünki gəlib orada Pireney yarımadasında bir ərazi tutmuşdular, Vestgotları məğlub eləmişdilər. Həmin dövrdə onlar gələndə Əməvilər idi. Əməvilər burada bir Kordova əmirliyi yaratmışdılar. Amma sonra 750-ci ildə Abbasilər gəlir hakimiyyətə. Abbasilər hakimiyyətə gələndən sonra həmin bu Kordova əmirliyində olan Əməvilər Abbasilərin hakimiyyətini qəbul etmir və Kordovanı müstəqil xilafət elan edirlər. Və Pireney yarımadasının böyük bir hissəsi Kordova xilafətinin əlindədir. Çox qəşəng. Amma iş belə gətirib çıxardır ki, hətta o dövr deyirlər ki, Avropanın ən yaxşı inkişaf etmiş, digər ərazilərə baxanda ən yaxşı inkişaf etmiş ərazisi müsəlman İspaniyası idi. Elhambra sarayı var idi, Əlkəsar sarayı var idi Sevillada, Elhambra Granadada. Yəni çoxlu elm, təhsil ocaqları, digər yerlərdən ora müəyyən elm əldə etmək üçün gələn şəxslər də olurdu. Məsələ amma nə olur? Məsələ o olur ki, 11-ci əsrdə Avropada qarışıqlıqlar və o qarışıqlıqların fonunda müsəlmanları da Avropadan qovulmaq istəyirlər. Normalda birinci olaraq deyirlər ki, əslində qalsaz sizə müəyyən şərtlər qoyuluq, onları qəbul edib qala bilərsən, amma sonra görürsən ki, yox da məsələ o da deyil, tamamilə onları çıxartmaq məsələsidir. Bu proseslərin fonunda 11-ci əsrdə Kordova xilafəti parçalanacaq müxtəlif əmirliklərə və bu prosesin gedişində artıq Pireney yarımadasında müstəqil xristiyan krallıqları yaranacaq. Nədir onlar? Aragon, Kastilya, Navarra və Portuqaliya. Sonra nə baş verir? Aragonla Kastilya 1479-cu ildə evlənirlər, toy edirlər və vahid İspaniya dövləti yaranır. Qaldı 3 dənə: İspaniya, Navarra, Portuqaliya. Sonra İspaniya həmin bu Navarra ərazisində Fransa ilə bölür. Bir hissəsi Fransada, bir hissəsi İspaniyada. Qaldı Pireney yarımadasında 2 dənə dövlət. İndi deyilədir İspaniya və Portuqaliya. Hansı prosesin gedişində yarandılar? Rekonkista prosesinin. Rekonkista nə deməkdir? Müsəlmanların və yahudilərin və yaxud ərəblərin Avropadan qovulub çıxardılma prosesi. Artıq 14-cü əsrdə müsəlmanların əlində Pireney yarımadasında yalnız Granada əmirliyi qalmışdı. 1400
1492-ci ildə İspanlar Granada əmirliyində tutacaqlar. Tutdu və salam. Müsəlmanlara qarşı olan bu proses bitdi. Niyə? Çünki son müsəlman əmirliyi Granada idi. 1492-ci ildə Granadanı tutdular və salam. Müsəlmanların Avropada hakimiyyəti başa çatdı. Və dediyimiz kimi təkcə müsəlmanlar deyil, onların yanında yəhudilər də var. Hətta biz bu söhbəti harada görmüşük? Osmanlı Sultanı II. Bəyazid nə demişdi? Adam 1481-1512-ci ildə hakimiyyətdə olub və demişdi ki, öz hakimiyyəti dövründə İspaniyadan qovulan yəhudilərə sığınacaq verib. Yəhudiləri kim qovurdu? Reconquista hərəkatının gedişi. Belə, bu oldu bugünkü dərsimiz. Növbəti dərs videolarında görüşənə qədər sağ olun, salamat qalın.